Sabahın xeyir Azərbaycan. Gəlin birlikdə maraqlanaq. Uşaqlar sosial mediadan istifadə etməlidirmi? Yox. Nəyə görə elə düşünürsünüz? Biraz açıqlaya bilərsiniz? Çünki sosial mediada çox şeydir, senzura yoxdur ona görə. Etməli deyirlər. Nəyə görə biraz açıqlayarsınız? Çünki onlar sosial mediadan çox pis şeylər götürürlər. Mənim də qızım var, 14 yaşında. İstəmərəm ki, TikToka girsin, Instagrama girsin. Heç girmir də. Məsləhət də görmürəm. Yox. Nəyə görə elə düşünürsünüz bəs? Çünki bütün gün telefon qarşısında otururlar, olmaz. Sosial mediada bəzən yaş hədlərinə uyğun olmayan mövzular olur. Ona görə də məncə düzgün deyil. Belə bir yaş həddi var. Yəni məsəl üçün uşaq özünü bilənə qədər belə deyim, minimum 10-12 yaşına qədər məncə xeyir istifadə etməməlidir. 10-12 yaşından sonra valideyn qaydasından təbii ki, istifadə edə bilər. Məncə etməli deyirlər. Balaca uşaqların əlində kitab olmalıdır, dəftər olmalıdır, nə bilim oyuncaq olmalıdır, həyətə düşüb, çölə düşüb uşaqlarla oynamalıdırlar. Çünki bizim uşaqlığımız o cür olub və biz bu gün cəmiyyətdə düzgün formalaşmışıq. Yox. Sosial şəbəkələr çox uşaqları loru dildə desək xarab eləyir. Həqiqətən də çox həddindən artıq. Nəyə gərəkdir, nə gərəkdir? Həyatda bu bizim yaşadığımız devirdə olan hər bir şeydən uzaqda uşaqlar. Heç nə bilmirlər. Nə oyun bilirlər, nə oyuncaq bilirlər, nə gözəl oyunlarımız var idi bizim cürə-cürə. Ona heç birini bilmirlər. Uşaqların uşaqlığı yoxdur. Sosial şəbəkə var, bizim uşaqların uşaqlığı yoxdur demək olar ki. Bəzən görürsünüz ki, başqa hallar olur, bu ona psixoloji təsir edə bilər, şuuraltı təsir edə bilər ona görə. Gələcəkdə də problemlərlə qarşılaşa bilər. Bu qaçılmaz bir şeydir, qaçılmaz bir hadisədir. Yəni uşaqlar gözlərini açıb bunu görürlər, demək ki, istifadə də etməlidirlər, amma təbii ki, nəzarət altında. Çox geniş mövzudur. Yəni sosial şəbəkələrdən müsbət məsələləri də götürməli olar. Çox mənfi şeylərdir. O baxır uşağın ailə tərəfindən, məktəb tərəfindən necə yönəldilməyinə. Yəni bu çox geniş mövzudur. Qəti yox demək mümkün deyil.